Hay heyvan, mədəniyyətsiz, tərbiyəsiz heyvan. Sevdiyim verilişə baxa-baxa yatmağa çalışıram. Və növbəti gündən sizə salam. Kanalıma xoş gəlmisiniz. Bu gözəl buludları sizə çəkməyə bilməzdim. Yarım saat ştativdə kameranı qoymuşam pəncərənin yanında, sonra tezləşdirmişəm. Burada əməlli başlı bacı iş görüb, amma çox qəşəng nəticə alındı. Sanki pambıqdır. Bugün biz Pərvanə ilə birlikdə gedirik onun işlədiyi mərkəzə. Fərqli olsun deyə LGBT'yə aid videoları orada çəkmək istəyir, həm də ki şəkillər çəkmək istəyirik. Bir sözlə iş çoxdur və sizi də özümlə götürürəm, çünki bugün də vloqlamaq istəyirəm. Temudan aldığım bu şalvarlar qızlar o qədər xoşuma gəlir. Ev geyimi kimi möhtəşəmdir. Həm yayda, həm qışda geyinmək olar. Bu rəngindən geyindim bugün. Futbolka ilə oversize, superdir. 26 manata 3 dənə şalvar sifariş eləmişdim. Yadınıza gəlirsin. Mütləq götürün. Burada artikulu da qoyacağam sizin üçün. Həm də ki uzunluğu da yaxşıdır. Çox da qısa da deyil. Bu şalvarların növ var. Misal üçün bunlar 100% pambıqdır. O qədər fərqli və maraqlı çeşidlər var. Biri var, birini alasız, köhnə olana qədər geyinəsən. Biri də var ki 30-40 dənə şalvarın olsun, ayda bir dəfə birini geyinəsən və çeşid olsun. Ümumiyyətlə, mən hər şeydə çeşid sevirəm. Həm paltarda, həm kosmetikada, hər şeydə. Həm də ki, çox olsa köhnəlməyəcək. Balkondan baxdım aşağı, maşını elə bir yerə qoymuşam ki, məni bağlamasınlar, çünki bazar günüdür. Hər kəs işə tələsmir. Gəlib kimsə sizi bağlayır, sonra axtara qalasınız ki, bu insanın nömrəsini. Maşınım isə burada. Hazırlaşmaqdan biraz tez hazırlaşıram, amma mən xoşlayıram tələsmədən makiyaj eləməyi, ona görə eybi yoxdur. Həm də ki, onsuz da vaxtımız var, istəyirəm bahalı və ucuz ənliyi müqayisə videosunu çəkim. Makiyajı hamısını eləyəcəm, bir dənə ənlikdən başqa ucuz ənliyi bu notdur, çox sevirəm mən bunu. Qiymətli qızlar, cəmi 8 manatdır, çox gözəldir həqiqətən. Məndə 06 nömrədə bu bir və ikincisi 09. Səhv bilmişəm, bu 06 imiş və budur. Bunun korobkasının içinə qoymuşam səhvən. Bu isə 04. Amma bunların rəngləri hamısı o qədər mükəmməldir. Yəni ki, imkanım olsa hamısını alardım da birini də qoymazdım. Sadəcə düşünürəm ki, bu qədər ənlik mən neyinirəm. Bunlara mən aşiqam. Və notdan 10 qat daha baha Dior ənliyi. Bu ikisini müqayisə eləyəcəm. Qiymət, upakovka və s. və video çəkmək istəyirəm. Belə videolar siz tərəfindən mənim Instagramda çox sevilib. Bu marfozu alandan sonra yalnız bununla qaşlarımı sabitləyirəm. O qədər gözəldir, həcmi dəhşət böyükdür. Bir dəfə bunu alsaz, inanın ki, bir 3-4 ilə məhsulunuz var. Mən həm saça istifadə edirəm, həm qaşa daha çox gedir. Amma çox gözəldir. Və ən yüksək fiksasiya olanını götürün. Misal üçün məndə 5-dir və ən gözəl o sabitləyir. Sponjumu mümkün qədər yudum qızlar, bundan təmiz eləyə bilmədim. Halbuki gidrofil yağdan da istifadə elədim. Makiyaj eləyirəm, amma hər şey ənlikdən başqa. Yəni ənlik tətbiq eləmirəm, çünki ənliklə bağlı ayrı bir dənə video çəkəcəm. Burada yox, birisi otaqda çəkmək istəyirəm. Son zamanlar yenə çənəmdə 1-2 dənə sızanaqlar çıxırdı. Bu da mənim çox əsəbimə toxunurdu qızlar. Tonalini istifadə elədiyi müddətcə mənim üzümdə heç bir səpki çıxmır. Bəlkə də bilirsiniz niyə görədir? Tonalin özümdə olmayanda istər-istəməz əlimlə qurdalayıram. Uzun dırnaqlarım var, mikrobdur hamısı. Amma üzümdə makiyaj olanda demək olar ki, əlim üzümə dəymir. Son zamanlar oxları yalnız belə çəkirəm. Belə bir fırçanı götürürəm və belə bir dekorativ skoç. Alınmamaq həqiqətən qeyri-mümkündür. İkisini də sırası eləyirəm ki, görəsiniz ki, eyni alındı. Bir böyük palet götürüb istədiyiniz rəngdə oxlar çəkə bilərsiniz. Mən isə qabağıma məqsəd qoymuşam ki, bu paleti tam olaraq bitirəcəm. Ona görə buradakı ən tünd rəngini götürürəm. Və sadəcə belə keçirəm. Küləkli havada abartılı pričoska və yaxud ukladka eləməyi çox da məna görmürəm. Lakla, musla, gellə hamısını belə fiksasiya edib bağlayıram saçlarımı. Da yaraşır, yaraşmır, oyuna qalsın. Əsas odur ki, səliqəli görsənsin. Dodağıma pomada da vurmamışam. Fikirləşdim ki, sevdiyim dodaq qombana da göstərim. Onu da bir ayrı shorts video kimi hazırlayım. Mənim bir problemim var. Əgər mən hər gün vlog çəkirəmsə, Instagrama nə paylaşım bilmirəm. Əgər eyni şeyləri həm Instagramda, həm də ki, YouTube videoda paylaşsam,
qoşsam, vlog maraqsız alınır. Çünki Instagram storiesdə bəzi insanlar bu hissələri hamısını görüblər və sonra vloqda görəndə həmin şeyləri qabağa verirlər, amma qabağa verəndə YouTube-da videonun reytingi düşür. Ona görə çalışmaq lazımdır. Orada fərqli şeylər göstərmək, burada isə fərqli. İki arvadı olan kişi kimi qalıram ortada. Bu videonun altında sizin üçün öz Instagramın linkini qoyacağam. Keçidirib abunə olun qızlar. Orada da storiesdə sual-cavab eləyirəm arada. Maraqlı storieslər çəkirəm. Misal üçün bu hal-hazırda çəkdiyim 2 dənə video, ikisi də Instagram üçündür. Bu videoları çəkənə qədər gec oldu. Bunlar hamısını özümlə götürürəm və tez bazar evdən çıxıram. Bugün bu ətəyi geyinmək istəyirəm. Çox xoşuma gəlir. Necə eynimdə oturur bu. Dünən çəkdiyim vlogu bugün atmışam. İnanırsınız, vaxt olmayıb bir dənə belə reyə cavab yaza bilməmişəm. İndi də gedirəm. Yadımdan çıxıb heç silməmişəm. Bu tərəfə Dior Enli tətbiq eləmişəm. Bu tərəfə isə Not və fərqlənir öz aralarda. Eyb yoxdur. Bir 10 dəqiqə maşını qızdırım və gedək. Aşağı düşəndən sonra görürəm ki, nə megabaytım var, nə konturum var. Kartdan da ata bilmirəm özümə kontur, amma ümid edirəm ki, məni görəcək. Onsuz da bir həyətdə yaşayırıq biz Pərvanə Gülnə. Ona görə məni görməmək qeyri-mümkündür. Oturub maşını qızdırıram və onu gözləyirəm. Bizə heç megabayt lazım olar. Pərvanə xanım sırası gördü mənim maşınkamı. Bu tərəfdən 150 özümə. Bu nədir, bu nədir? Oxları çəkməyi öyrən. Yox, mən çəkməyi bacarırdım, amma 100 ildir çəkmirdim. İzləyicilər mənə dedilər ki, gün ərzində nə yeyirsənsə, hamısını çək. Mən də hər şeyini çəkirəm son vaxtlar, hər gün vlog atıram. Bakı necə geyinirəmsə, bu əslində çox vacib bir məlumatdır. Baxın belə. Kabinetlər burada çoxdur, amma mən ən çox bunu bəyəndim. Düşünürəm, burada qəşəng şəkillər də çəkmək olar. Ən əsas da ki, Pərvanənin Instagram üçün qəşəng videolar hazırlamaq istəyirik. Məndən fərqli olaraq Pərvanəçika vloqları Canonla çəkir, sonra telefona atır və montaj eləyir. Mən isə ərinirəm əslində. Daha çox kontent buraxmaq istəyirəm deyə ona görə sırası telefonla çəkirəm. Bunu gördüm, bir anlıq pis oldum. Çünki uşaqlığımın ən istədiyim iqruşkası idi. Kuklalar üçün belə bir ev məncə çox maraqlıdır. İçində detallar da var. Stullar var, termo, güzgü, pelekan, kravat, nələr var burada. Pərvanə lookunu dəyişdi. Belə daha çox Illa-Qapiyada oxşuyur məncə. Möhtəşəm lookunuz var Pərvanə xanım. Həm şəkillər eləməyi istəyir, həm də ki maraqlı videolar çəkəcəyim. Saat 4-ə qədər məncə bitirərik. Bir videonu ayaq üstə çəkdik, qəşəng şəkillər elədim onun Instagramı üçün. İndi bu stolun yerini dəyişirik. Niyə görə indi başa salım sizə. Video keyfiyyətli alınsın deyə işıq üzünüzə düşməlidir. Yəni işıq arxada olanda yaxşı düşmür. Ona görə müvəqqəti olaraq yerini dəyişdi və həqiqətən keyfiyyətli və gözəl bir video alındı. Siz isə qızlar kanalıma abunə olmağı unutmayın. Stolu bu formada qoyduq. Çünki ştativ də burada olmalıdır ki, daha mükəmməl olsun. Pərvanə xanım, çox gözəl görsənirsiniz. Çox sağ olun. Amma bu kolonka görsənir arxada. Görsənsin, problem yoxdur. Hətta qızlar düşündüyümdən tez bitirdik biz. Hələ 4 deyil, oja işimizi həll elədik. Burada yanında Blue Mall var. Vaxtıykən mən o Blue Mall'da bu arada ev almaq istəyirdim. Ev alan ərəfələrdə Blue Mall tikilirdi və orada hissə ötəmə var idi, maraqlanmışdım və s. Amma orada bir otaqlı mənzil 71 kvadratdan başlayırdı. O da mənə biraz çox gəldi, baha çıxırdı. Ona görə almadım, amma o binanı həddən artıq çox sevirəm. Neysə, bu arada başqa söhbət eləyəcəkdim. Orada McDonald's var və biz gedib orada bir kofe içmək istəyirik. Çantalarımızı ataq maşına və gedək. Və bildim ki, açıqdır.
Maşınkam deməli buradadır. Blue Mall isə budur. 2 addımlıq yoldum. Blue Mall qızlar budur. Səsi üstündən yazacağım. Çox güman ki, çünki bura biraz küləklidir. Eşitməyəcəksiniz məni. Burada məlli başlı moldur. Bayırda oturmağa sezon deyil, giririk içəri. O qədər öyrəşmişəm evdən sifariş eləməyə. Heç bilməm bu aparat necə işləyirsə. Sifariş başla. Mac kafenin desertləri çox bəyənirəm. Ona görə qərar aldıq ki, kofe yox, adi çay götürək və yanında da desertlər. Çay xoşur. Bu desertlər vojna vuranda 2 manat 30 qəpiyyədir deyəsən. Bir dənə baxın buradakı qiymətə. Super. Kofe üçün gələn biz çay götürdük, 2 dənə desertlər və ən əsasdakı sevdiyim Mac nuggetsləri. Pərvanəyə demişəm ki, bunları mütləq sən sınamalısan. Niyə belə tozlu görsənirəsin? Tozlu deyil, prosta gün düşür. Bu Mac kafedən olan sifarişdir, ona görə bunu gətiriblər. O birisini isə birazdan gətirəcəklər. Çay. Unuttum qızlar, çayı burada belə verirlər. Heç sevmirəm də mən belə. Bir elle açmağı gördüm. 9 dənəlik nuggets götürdük. Onun yanında mənim ən sevdiyim pendirli soус. Elə qəşəng gün düşür. Adam ləzzət alır burada oturmaqdan. Ой! Салфетки есть там. И что вы мне называете? Ведро. В KFC есть новое меню, которое стоит 3 с чем-то, и напиток туда включен, и картошка фри, и твистер. Надо сводить детей. Pərvanə yadıma saldı ki, sən 2 dənə soğus götürmüşdün axı. Götürdüm, akası unutmuşlar. Dəhşət acılı soğustum. Yeyə bilmədim. 1-5 il bundan əvvəl Əhmədlidə McDrive eləyirdik McDonald's-da. Sifarişimizi götürdük və çıxıb getdik. Yeyib qutarandan sonra gördük ki, bir dənə McChicken bunlar unudublar bizə qoymağa. Mən dedim ki, day niyə qayıdırıq, eybi yoxdur da. Yanındakı insanlar isə məni dəstəkləmədilər və sürdülər McDonald's-a. Əlimizdə heç bir sübut yox idi ki, McChicken bizə qoyulmayıb. Utana yaxınlaşdıq və McDonald's-dan bizə bu McChicken verildi. Araşdırma aparmadan və s. O qədər sevinmişdim qızlar o McChicken-ə. O qədər xoş xatirə qaldı McDonald's-la bağlı. Çıxarkən isə Pərvanə sağ olsun belə gözəl mənim şəkillərimi çəkdi. Elə sevdim mən bu şəkilləri. Правильно. Maşın gəlir, bir dənə bu maşın keçsin. Bir dənə barjı bu maşını fırlatsın. Gedirik evə, düzdürmü? Ümid edirəm ki, həyətdə yerimiz olacaq. Bazar günüdəsində olmalıdır yer. Yerdə tapdıq. Sağ olsun Cabrel yuxarıdan mənə kömək elədi. Biraz parking eləməyə arxa-arxaya elədim. Qalxıram evə. Bu tünd rəngdə stəkanlarda bir şeyi bəyənmirəm. Bilinmir ki, nə dərəcədə mükəmməl, gözəl dəm var içində. Amma belə bu stəkan çox şirindir. Üstü belə zəhərlidir. Kəşki başqa rəngini götürərdim. Evə gələn kimi bir stəkan çay içməliyəm. Baxa görək şirniyyatlardan nə yeyə biliriksə. Bunu misal üçün mən dəfələrlə supermarketlərdə görmüşəm. Məndən başqa məncə hamısını yiyib bunu, amma mən heç vaxt sınamamışam. İçində isə belə çox tatlıdır. Amma aşırı dərəcədə şirindir, yalnız çayla gedər. Burada bir lafet armud var ki, görəsən bunları kim alıb? Doğruyub yeyək. Yaxşı ki, qızlar, bu zapas var və zapasdakı məhsullar. Çünki mənim xalam gedəcək Dağıstana və orada mənim xalamın nəvəsi var, hansı ki, mən çoxdandan istəyir. Ona kiçik də olsa bir hədiyyə göndərmək istəyirəm. Bunu indi bildim, ona görə təcili nəsə lazımdır və zapasda həmişə məhsullarım var. Maksimal yerini az tutan şeylər lazımdır mənə. Baxa görək burada təzə nələr var. Zapasda belə bir gözəl paletim var. Burada təzə Kikon məhsulları da var. Mən isə bilirsiniz nəyi axtarıram. Real Technics'in fırça satı var idi məndə. Original və çox gözəl bağlı vəziyyətində. Xalam samalyotuna gedəcək, ona görə çox ona yüklü olmaq istəmirəm. Ona görə bu sətə hədiyyə eləyəcəm. Bir də ki, De Facto'nun bu ətrim.
Təsəvvür eləyin qızlar, xalamın nəvəsi heç Azərbaycan dilini bilmir, amma mənim bu kanalda izləyir, o kanalda. Hər videomun altına rey yazır. Ona görə onu sevindirmək istəyirəm. Kiçik də olsa belə bir hədiyyə vermək istəyirəm. 16 yaşı var, təzə kollecə qəbul olub. Deməli bu korobkaların içində, konkret bilməm hansının içində, qəşəng belə plyonka var, upakovkanı belə paketləmək üçün. Tapdım. Bunu Temu'dan sifariş eləmişdim. Bunlar hədiyyələri upakovka eləmək üçün kağızdır. Lekalda zadda da satılır. Bir kağız deyəsin 2 manat, amma mən Temu'dan 4 dənə kağızı deyəsin 2 manata sifariş eləmişdim. Nə vaxtsa lazım olar. Sırazı böyükləri götürmüşdüm. Həm bu kanalı üçün istirdim fon kimi istifadə eləyim. Həm də ki, çox xoşuma gəlmişdi, şirin görünür. Lazım olar deyə zapasa qoymuşdum. Görürsünüz necə lazım olur birdən. Gəlin bu rozovun içinə qoyaq. Düzdür, prosta belə də vermək olar, amma düşünürəm ki, bunu qəşəng bağlasam, daha maraqlı olar açmaq. Lent zat tapsam, bantik də vuraram. Buna qızlar deyirlər bəxt. Lentini də tapdım. Qəşəng lent də bağlayacağam. Yaxşı almalıdır. Hər şey 1 manat mağazasından almışdım mən bunu və göy rəngdə olanı. Bunu isə Temu'dan sifariş eləmişdim. Bilməm hansını bağlayım, hansı daha qəşəng bunu tutacaqsa. Məncə rozovu daha yaxşıdır. Yadınıza gəlirsə, noyabrda papa 1 aydan çox qaldı Azərbaycanda. Abratna Rusiyaya qayıdarkən isə mən düşündüm ki, sırazu Saratova uçacaq. Amma yox, Dağıstana gedib, oradan gedib. Və mama dedi ki, xala gilə də deydim. Dedim ki, vay, niyə görə mama sən mən deməmsən, mən kiçik də olsa, bir simvolik də olsa bir hədiyyə göndərərdim. Həqiqətən çox təəssüflənmişdim, çünki gec bildim bunu. Bu dəfə də gec bildim, amma zapasdakı məhsullar məni xilas elədi. Ümumiyyətlə, hədiyyəli kiçik əşyaları alıb evdə qoymaq nənəmdən öyrənmişəm. Kənddə pay kimi kimsə süd getirirdi, pendir hədiyyə eləyirdi. Hədiyyə edən də pay kimi getirirdi. Bizdə inəyi zad yoxdur deyə. Sağ olsun qonşular. Və belə olduğu hallarda nənəm həmişə deyirdi ki, mən borcluq almaq istəmirəm. Pul versəm, insan pulu məndən almayacaq. Deyəcək ki, pay getirmişəm. Girirdi içəridəki otağa və orada sandıqdan çıxardırdı bir cüt nəski, mayka, yay, belə xırda-xuruş şeylər dolu idi o sandığın içində. Balonu yuyub və içinə 2 dənə əşya, 1-2 dənə konfet qoyub qaytarırdı. Uşaqlıqdan bunu görmüşəm deyə, həm də ki, nənəmlə çox vaxt keçirmişəm. Yay ayları Xaçmazda. Ona görə qızlar alıb dəhlizi doldururam. Həm də ki, bəzən bilirsiniz necə olur. Misal üçün görürəm ki, Trendyolda mənim sevdiyim bir məhsul, original bir məhsul gözəl endirimli qiymətədir. Fikirləşirəm həm özümə alım, həm də ki, zapasa qoyum. Elə mama biraz mənə tormoz verir. Mənlik olsaydı zapasda daha çox məhsul olardı. Düzdür ki, sroku keçməyən məhsullardırsa niyə alıb qoymayasan? Mən birdən öyrənmişəm ki, o gedir Dağıstana. Ona görə ümid edirəm ki, deməyəcək ki, yox, mənim çantam dolubdur, bir vez olur və s. Belə bağladım. Yaxşı ki, elə ağ lentlə bağladım məncə, belə daha gözəldir. İndi isə bir paketə qoymaq istəyirəm. Başınızın evdə paketlər də var. Buranın səliqə səhmanı yaratmışam dünən. Videoda çəkirdim, baxın necə qəşəng alınıbsa. Bu heç, bizə bu sirmə lazımdır. Və buradan ona uyğun gözəl bir paket seçmək istəyirəm. Baxın nə tapmışam. Bunu mən almamışam. Deyəsən, mən də kimsə hədiyyə verib bu paketin içində. Amma buradakı gül çox şirin görünür. İkisi də yerləşəcək bunun içinə. Bu da belə hazır. Gedim bu videonu montaj eləyim, çünki sabah paylaşmaq istəyirəm. Bugünlük isə bu qədər. Kanalıma abunə olmağı unutmayın. Sizi çox sevirəm.